Salam dəyərli izləyicilər, tanınmış meyxanaçı Rəşad Dağlının yeni il ərəfəsində imzalanacağı gözlənilən əfv sərəncamında azadlığa buraxılması ilə bağlı məlumatlar yayılıb və dəyərli izləyicilər, qanunvericilikdən xüsusi bir məqamı diqqətinizə çatdırmaq istəyirəm. Deməli, qanunda qeyd olunur ki, əfv etmə haqqında əsasnaməyə əsasən əfv sərəncamı bir qayda olaraq məhkumların aşağıdakı vəziyyətlərinə görə verilə bilər. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə cəza müddətinin ən azı 1/3 hissəsini çəkdikdən sonra ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs barədə cəza müddətinin ən azı yarısını çəkdikdən sonra və qanunvericilikdə də öz əksini tapdığı kimi meyxanaçı Rəşad Dağlı ona verilmiş həbs cəzasının ən azı 2/1-ni, yarısını çəkməlidir və hazırda onunla bağlı məhkəmə hökmünün verilməsindən 2 il 3 ay ötür. Bu isə o deməkdir ki, gözlənilən əfv sərəncamı tanınmış meyxanaçıya şamil olmayacaq.